Əli, sənin ilk sualın neçədədir? Müəlliməm iş sualı 18-də. Bəs Esma səndə İlk Bu müəllim sualı 13-də müəllim 13-də. 13-də, 9'da. 9-da. Zeynəb yoxladı, neçə düzün oldu? Ben 6 səhvim var, 11 boşum. 17, 23 düzün. Yaxşı. 9-dan əvvəl var səndə Zeynəb? Yox, Mən 4. kameranı bağlama, kameraların açıq olsun. 9-dan əvvəl neçə dedin? 4. 4-də. -158-dən böyük. Ən kiçik tam ədəd hansıdır Zeynəb? Böyük 159. Mənfi olanda Mənfi 159. 157-dir ondan böyük. Hı. Mənfi ədədlər belə olur da, bax ədəd oxunda. 0-dır, tutaq ki, bura. Müsbət belə olur, 1, 2, 3. Mənfi belə olur, -1, -2, -3, -157, -158. Deməli, 157, 158-dən sağdadır, yəni ondan böyükdür. Bildin? Demək, 158-dən böyük. Ən kiçik tam ədəd -157-dir. 37-dən kiçik ən böyük tam ədəd hansıdır bəs? 36. 36-dır. Bu iki ədədin cəmi. Mənfi ədəddən müsbət ədəd necə toplayırdıq? Mənfi ilə müsbəti toplamında Çıxırdıq müəllim, Böyük- bir-birindən çıxırdıq. Böyük böyük rəqəmi ədəddən kiçik ədəd çıxırıq, bölün işarəsi İndi yazırıq. Zeynəbdən eşidim mən onu. Zeynəb nə inirdik? Böyük ədəddən kiçik ədədə çıxıb, əvvəlinə mənfi yazdım. Yox, mənfi yazmırdıq. Böyüyün işarəsini yazırdıq. O mənfi də ola bilər, müsbət. Böyük. İndi 157-dən 36 çıxanda nə qalır? 121. 121. Qabağına mənfi yazım, yoxsa müsbət yazım? Mənfi. -121. Cavab olacaq. B variantı. Qaydaları soruşacağım axırda. Baba, başa düşə bilirsən? Bəli. Sonra neçəyə baxaq? 9-a qədər var. bilməm. 9-cu sual. -23, 17, -18, 0, 9 ədədlərin artma sırasını göstərin. Tərsinə doğru gedəcəyik. Mənfilərdə tərsinə doğru gedəcəyik. -23, -18-dən kiçikdir. Dəqiqəm. -23-dən sonra -18, sonra 0, 9, 17 D variantı. Burada niyə səhv eləmişsən ki, ay Əsma? Mən 9-17 yazmışam. Sadəcə variantlarda 17-9'u götürmüşəm. Yəni, heç mənfini bilməsən, ancaq 0, 9, 17 ilə cavab tapmaq olur. Bilirəm, mən düz yazmışam. Sadəcə ki, variantda səhv götürmüşəm. Başqa ona qədər var sualımız? Yox. Yaxşı, 20-yə qədər. 13. 13. Baxaq 13-ə. 13 Esmada da var, əldə də var. Zeynəb, sən yazmısan? Yox. Mötərizəni vurub açmağı bilirik də. 4 vurulsun 3 çıxır. Üstə gəlir Bir 7. də 4. Mötərizəndə 4-ü həm buna vuracağıq, həm də o birine vuracağıq. Həmin. Bunu bilirik də məktəbdən də. Həmin. 4-ü 3x-ə vuranda nə olacaq? 12. 12. 12x. Bir dəqiqə mən bunun yazısını sileyim. Qabağına bərabər qoyaq yazaq. Deməli, olacaq 12x üstə gəl, 4-ü 7-yə vuranda 28. 28. 13'e bakırsınız. Aha, 13-ə baxırıq. Çıxırsın. 1 onda 5-i 8-ə vuranda nə eləyəcək? Bir onda 12. 2x. X.
Sonra 1/5'i 4'ə vuranda nə edəcək? 6 müəllim. 6. Müsbət 6 yoxsa mənfi 6? Müsbət 6. Müsbət. Niyə müsbət 6? 1/5 vurulsun 4. Kim deyəcək? Çıx işarəsi mən. 1/. Çıx Tamam. işarəsi Mənfi mənfi. Çıx işarəsi mənfi deyə müəllim. mənfiyə vuranda müsbət alınır, elə? Ay sağ ol Esma, bəli, bu da mənfidir. Çıx işarəsi ilə mənfi deməkdir. Eyni şeydir. Bu da mənfi ədəddir. Bu da mənfi ədəddir. Və qaydamıza görə, yazdırdığımız qaydaya görə mənfi ədədi vuranda nə olurdu? Müsbət. Müsbət vuranda da, böləndə də müsbət. Demək müsbət 6-ymış. Bərabərdir. Yaxşı, müsbət 12x, bu da mənfi 12x. Yəni çıx 12x. Yerdə nə qalacaq? Çıx. Müsbət 12x-dən mənfi Sıfır. 12x nə deyəcək? 0. Bunlar gedir. İslah oldu, getdi. Qalır 28 üstəgəl 6. Qalır 28 üstəgəl 6. 34. 34. Elə? Bəs sonra Cavab amma Cavab mən də deyil yazmışam. Mən C verib. şey verib yəqin səhvli olub da. Olur da arada kitabda. Bunda düz. Şey ümumiyyətlə alına bilməz axı. 28-dən 22 çıxmaq lazım ilk alınsa. O da mümkün deyil, orada 22 alınır. Yox, səhv gedir. Bir baba başa düşə bilirsən? Bəli. Sonra 20-yə qədər sualımız. 19. 19. 18 müəllim 18 var. 18 var. Esma Əliyev öyrədənmirdin 18-in əlini. Yox, öyrətməmişəm. Deyir ki, Samirin bir addımı 42 santimetr, Orada Raul'unki 34 santimetrdir. Samir və Raul əks istiqamətdə 7 addım atdıqdan sonra, deməli, biri bu tərəfə gedib. Biri bu nöqtədən bu tərəfə gedib. Bu 7 vur 42 santimetr gedib. Bu da 7 vur 34 santimetr gedib. Düzdür Əli? Əli utandı, kameranı bağladı. Yo müəllim zəng elədilər. Bu başa düşdüm. Biri bu tərəfə 7 vur 42 gedib, biri o tərəfə 7 vur 34 gedib. Yəni 7 dəfə 34 santimetr, o da 7 dəfə 42 santimetr. İndi onları vuranda 7 Bu- vursun 34, 210, 28, 238, 7 vurulsun 42-də 280, 294. Bu sonunda. 294 234 variantda yoxdur. Dəqiq cavabı düz hesabladı. 532. 532. Bəli. Məncə bu asan sualdır. Nəsə yuxulu olmusan deyəsən yazanda. Bəs onları eyni istiqamətdə olsaydı nə edərdik? Çıxardıq. Onda çıxardıq da. İki cavab birbirindən çıxardıq. Aradakı məsələni tapmaq üçün. Yaxşı. 19-a baxaq indi. A sıfırdan kiçikdir. Yəni A necə ədəddir? Mənfi. Mənfi. B sıfırdan böyükdür. Yəni Müsbət. müsbət. C-nin kubu sıfırdan kiçikdirsə, elə özü də sıfırdan kiçikdir ki, mənfi ədədin kubu mənfi edir. 3 dənə mənfi ədədi bir-birinə vuranda mənfi edəcək. Aşağıdakılardan hamısı həmişə müsbət olar. A oldu mənfi. B oldu müsbət. C oldu mənfi. İndi bunu Zeynəb Nəli yazmışdı. Mən səhvləmişim. Mən düz yazmışam. Esma düz yazmış. Əli sən? Məndə boş. Həm də boş. Zeynəb Nəli. Deməli, indi kəsrin üstündə mənfini müsbətə vuranda nə edəcək? Yazmışam, mən yazmışam. Yaxşı. Zeynəb, mənfini müsbətə vuranda nə edəcək? Mənfi. Mənfi. Aşağıda burada da mənfi var. Bir dənə də C-nin mənfisi var. Mənfini mənfiyə vuranda nə edəcək? Müsbət. 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 Yaxşı, kəsir xətti nə əməli deməkdir? Bölmə. Bölmə. Mənfini müsbətə bölündə nə edir? Mənfi.
Mənfi 100. Deməli, bu deyilmiş. Bizə müsbət cavab lazımdır. B variantında A mənfi, B müsbət, C mənfi. Mənfini müsbətə vuranda nə edəcək? Mənfi. Moduldan həmişə nə çıxır? Müsbət. Evet. Mənfini müsbətə böləndə Yenə iki. yenə. C variantı A mənfi, B müsbət, C mənfi. Mənfini müsbətə vuranda Mənfi. Mənfi. Mənfi ilə bölünsün. Müsbət. Mənfi ilə Mənfi. mənfiyə böləndə müsbət. Mənfini mənfiyə böləndə də müsbət. Müsbət. Yəni bizə lazım olan cavab C variantıdır. Bildin Zeynəb? Ben. Sonra 20-yə qədər 26. 20'ye kadar yok. 22. qədər yox. 30-a qədər 22. Deyəsən bu sual oxşuyur bu da. X, Y, Z NATO ədədlərdir. X, Y-dən böyük olarsa aşağıdakılardan hansı həmişə mənfi olar? X, Y-dən böyükdür. Toplamışıq. Bu cavab yuxarıdakı cavab nə ola bilər? Evet. Mənfi də ola bilər. 22. Yox, NATO ədədlərdir. NATO ədəd nə deməkdir? Müsbət ədəd deməkdir, düzdürmü? Bu da müsbətdir, bu da müsbətdir, bu da müsbətdir. Müsbətlə müsbətin cəmi nə edir? Müsbət. Müsbət. Müsbətin cəmi Mənfini müsbətə vuranda nə edəcək bəs aşağıda? Mənfi. 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 Müsbəti mənfiyə böləndə Yenə də mənfi. elə buymuş da bizim cavabımız. Ben 0 müsbət ədəddir. Sıfır yox, nə müsbət, Sıfırla nə mənfi. müsbətdə nədir? Aha, ortası. Sıfır bir də rəqəmdir, başqa heç nədir. Aha. Esma nə variant yazmışdı 22-də? Boş idi. Boş. Sonra 30-a qədər. 26. 26. Yo 25. 25. Ben de. 25-də şərtini ödəyən tam ədədlərin cəmini tapın. Yəni x-in ala biləcəyi qiymətləri deyir tapın da. Siz mənə deyin görüm. X plus 4 modulda bərabərdir nəyə? Müsbət. X üstə gəl 4. 8-i bu tərəfə keçirəcək də. Bəli. 13. Bu tərəfə keçəndə toplama nəyə çevriləcək? Çıxmıyor. Mənfi. Mən- Çıxmayın. Olacaq nə? Olacaq. Mənfi. Lübaba, sən də Mənfi. bir suala bildiklərini aç mikrofona cavab ver ha. Mənfi 3. Mənfi neçə? 3. Mənfi 3. 5-dən 8 çıxdıq. Mənfi 3. İndi sizə sual verirəm. Modulun cavabı mənfi ola bilər. Xeyr. Olamazsa müsbət. Deməli, boş çoxluqdur. Yəni, belə bir həll yoxdur, mümkün deyil. Mən də elə fikirləşdim. A'daki işarənin ne Mənası zaten? boş çoxluqdur. Yəni, elə bir cavab mümkün deyil. Niye düşünmedim? Çünki 26. heç modulun cavabı heç vaxt mənfi 3 verə bilməz. Ümumiyyətlə, mənfi cavab verə bilməz. 26. 26 ifadəsini sadələşdir. Məndə də var. Gəlin sadələşdirək görək nə olur. Mötərizəni vuraq açaq mötərizələri. Görək nə alınır burada. A, B, C üstə gəlinsin. Bir dənə. Mən yenə bunun qabağını silim yazısını ki, rahat misalımızı əldə edə bilək. Bərabərdir. A, B-ni C-yə vururuq. A, B-ni B, C. C. Bir də A, B-ni 1-ə vururuq. A, B. A. Olmuyor. Sonra üstəgəl B-ni C-yə vururuq. B, C. B, C. Sonra B-ni mənfi A-ya vururuq. Ona görə çıx A. B, A. Niyə çıx AB olduğunu başa düşdük? Bəli. Esma, Zeynəb.
Mən bir də deyə bilərsən niyə Hmm. çıxar o. Çünki Mənfi bu ol mənfi A daxı. Mənfinin müsbətə vuranda nə olur? eləmə. Mənfi. Ona görə çıx. Çıx mənfi eyni şeydir. Ribaba Hə, sən də mənfi mənasını deyirsiz, müəllim. Ümumiyyətlə, ələ. Mənfinin mənası elə çıxmadır, çıxmanın mənası elə mənfi. Hadi. Ribaba başa düşürsən? Bəli. Aha. Sonra davam edirik indi. Üstə gəl. Mənfini mənfi aya vuranda nə olacaq? Müsbət A. Müsbət. A. Bir də mənfini müsbət BC-yə vuranda nə olacaq? Mənfi fez. Mənfi BC. Bərabər. Sual var bura qədər. Hansılar islah olur? Hə, o mənfi nəyin mənfisidir? Mən AB-lər. Üstə gəldən sonrakı. O Bugün mötərizədə. bu mənfi, bu mənfiyə vurduq, müsbət A oldu. Bir dəfə də həmin o mənfini, birinci mənfini bu üstə gəl BC-yə vurdu, mənfi BC oldu. Axı mənfini mənfiyə vuranda müsbət olur, mənfini müsbətə vuranda mənfi olur. Başa düşdün? Esma başa düşdün? Mikrofonun bağlıdır. Yaxşı. İndi hansılar islah olub gedəcəklər? AB-lər mi? Müsbət AB, mənfi Müsbət AB. AB. Başqa? Başqa BC-lər. Müsbət Müsbət BC, mənfi BC var. Yerdə nə qalacaq? ABC A, üstə B, C, üstə gəl, A. C variantı. Aydındır uşaqlar. Mən elə birincisini eləmişdim ABC Ay yazdım. Esma, nə işin var o bacınla? Valla, nə olub? Görsansın da, neçədə oxuyur? Birdə. Birdə. Qoy gəlsin, o da öyrənsin də. Verirəm qapını ört. Yaxşı. Səs salırlar. Qoy Başa gəlsin. düşə bilmirəm. Eybi yox, sən başa düşərsən. Verirəm qapını örtüm. 30-a qədər sonra neçə baxaq? 27 müəllim. 27, hə. 18-i deyir aya böləndə tam ədəd. 11 çıx ay isə sadə ədəddir. Mən 18-in birinci bölənləri tapacağım. Aha, 18-in bölənləri hansılardır? 1, 1, 2, 2, 3. 3, 6, 9, 18. 1, 2, 3, 6, 9, 18, mənfi 1, mənfi 2, mənfi 3, mənfi 6, mənfi 9, mənfi 18. Ay, sağ ol. Bir də bunların mənfiləri. Mənfi 1, mənfi 2, mənfi 3, mənfi 6, mənfi 9, mənfi 18. Deyəsən mənfiləri yaddan çıxartmışsınız. Çünki natural ədəd deməyib ki, tam ədəd deyil. Natural deyəndə ancaq müsbətləri götürürük. Tam deyəndə isə həmin ədədlərin mənfilərisini götürürük. Sonra 11 çıx A sadə ədədlər. İndi baxaq. 11-dən 11-dən 1 birinci çıxaq. bir çıxacaq. Hə, neçə qalacaq? 10 sadə on deyil. sadə deyil, götürmürük. Bitdik. 11-dən 2-sini çıxanda. 9 9 sadə deyil, 9 sadə götürmürük. Aha. 11-dən 3-ünü çıxanda. 8 8 götürmürük. sadə deyil. 8 də sadədir. 11-dən 6-sını çıxanda. 5, 5 5 sadə. götürürük, çünki sadədir. 11-dən 9-unu çıxanda. 2 sadədir. 2 sadə. 2 sadədir. 11-dən 18-ini çıxanda. Ağ mənfi qalır müəllim, mən onu çıxmadım. Mənfi 7. Mənfi 7 sadə. Ümumiyyətlə sadə ədədlər natural ədədlərin xassəsidir. Mənfilərin sadəsi mürəkkəbi olmur. Yoxdur. Bu 7. Var mı? 11-dən mənfi 1 çıxanda. 12 12. Sadədir, mürəkkəbdir. mürəkkəbdir, götürmürük. 11-dən mənfi 2 çıxanda. 13 götürmürük. Götürürük. Götürürük. Başqa. 11-dən mənfi 3 çıxanda. 14 götürmürük. 14-ü götürmürük. 11-dən mənfi 6 çıxanda. 17 götürürük. 7-ni götürürük. 11-dən mənfi 9 çıxanda. 20, Ne götürürük? 20-ni götürmürük. 11-dən mənfi 18 çıxanda. 29 götürürük. 29-u götürürük.
A-nın ala biləcəyi qiymətlər deməli hansıymış? 6, 9, -2, 6, -6, -18. A-nın ala biləcəyi tam qiymətlərin cəmi, yəni bu qiymətlərin cəmi 6 üstəgəl 9 üstəgəl -2 üstəgəl -6 üstəgəl -18 bərabər. 6 ilə 9-u toplayanda -11. 15. 15. Üstəgəl. Bir dəfədə Tamam. mənfiləri toplayaq. -2, -6 və -18 toplayanda -26. -26. Yaxşı. 15 ilə -26-nı toplayanda -11. -11. Baxın, toplamanız daha rahat olsun deyə həmişə belə eləyin. Müsbətləri bir toplayın. Mənfiləri bir eləyin. Axırda da yekun cavabdır. Onda daha tez tapacaqsınız. Nəinki bir-bir hesablamaqla. Əsma, sən düz yazmışdın bunu? 30-a qədər sualımız. 29. 29. 29. A sıfırdan kiçikdir. Yəni A necədədir? Mənfi. 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 B ilə C, Müsbət. Müsbət. amma həm də B C-dən kiçikdir, orası da var. Aşağıdakılardan hansının işarəsi həmişə mənfidir? A mənfidir. B müsbətdir. Mənfidən müsbət çıxanda necə hesablayırdıq? Müəllim. Böyükdən kiçik çıxılır, böyüyün işarəsi yazılır. O toplayandaydı. Çıxanda Toplayandaydı. Çıxanda toplayırıq da. Çıxanda elə mənfi olur da cavabımız. Adamı. Elə buymuş da onda. Çünki bu mənfi də bu müsbətə vurulur, mənfi olur deyə. Elə cavabımız olacaq mənfi. Kimin sualı idi bu 29? Mənim. Esma Zeynəbin də var Esma. Esma, sən hansı variant yazmışdın? yazmamışdım. Amma müəllim, Hı. mən açıq bəyəndə dediyim qaydanı eləmişdim. Böyüdən kiçik çıxma o toplayandaydı. O dediyin D variantına aiddir bax. D variantında A mənfidir, C müsbətdir. Mənfi ilə müsbəti toplayanda böyükdən kiçiyi çıxıb, böyüyün işarəsini yazır. İndi burada mən bilmirəm hansı böyükdür. Ona görə müsbət də ola bilər, mənfi də ola bilər. Həmişə mənfidir deyə bilmərik. Aydındır. Zeynəb, sən hansı variant yazmışdın? Mən boş qoymuş. Sən də boş qoymuşdun. B ilə C onsuz düz gəlmir. Niyə düz gəlmir? Çünki B ilə C-nin cəmi həmişə müsbətdir. Çünki onun ikisi də müsbətdir. B də C-dən böyük olduğuna görə, kiçik olduğuna görə C-dən B çıxanda da həmişə müsbət ədəd olacaq. Ta ki, biri 5-dir, biri 7-dir. 5-dən 5 çıxanda 2 verəcək, cəmi də 12 eləyəcək. O mümkün deyil. A ilə D-də qalırıq, amma A həmişə mənfi olur. Sonra 30-a qədər sualımız. 30. 30-da. Başa düşmürəm gedir də. İndi bayaq yazdıq. İndi yaza bilərsiniz bunu bir dənəsini. Özünüz. Bayaq sualın cavabı. Mən bayaqçını düz yazmışım. İndi üçün də başa düşmədim. Bayaqın sualı. Mən deyim. Bax, Deyiməm. 3.5-ə hesab nəyə vurmalısan? 4 çıxsın. 3.5-i vurdum 4x-ə. Nə elə deyir? 4x. Görüm, sən Esma desin görüm nəyi başa düşməyib. Sonra nə edəcək Esma? Sonra üstə gəlirik 11,5-i. Sonra mənfi 1,5-i vuracaq 2-yə. 3 Mənfi. Mənfi 1,5-i vuracaq müsbət 7-yə. 10,5. Mənfi müsbət. Mənfi 10,5. Sonrası hesablaya bilməz. Gətirə bilməz. Mən bir dənə Sonra söz deyə x-ları bilərəm. bir hesabla. Əli, deyirsən. Səhvin deyim müəllim hardadır? Bura qədər gəlib də. İndi bu yolunu başlayalım ona. Səhv deyil. Sadəcə buradan sonra. 14x-dən 3x-i çıxdım. 11x. Sonra üstə gəldim 11,5-dən çıxdım 10,5-i 1. 1. Deyiməm səhv.
Hesablama səhv elədim bir dənə. Hə, de görüm nəyində Müəllim 11 onda 5 səhv eləyibdi orada. 3 sonda onda 5 5 vurursun. 3 10 çarpılanda onda 5. 10,5. 10 onda 5 eləyir. Peki. Hə. 10,5-də də gedirdi ya, müsbət mənfi. Bir də bizə 11x qalır bir dənə. Onda 11x eləyir. Sən hesablamada səhv eləmisən. Yolunu yoxsa bir düz gəlmisən. 4 saat üstündə şey elədi. 32. 30-a qədər qalmadı. Rübaba yaza biləcəksən gələn dəfə. Son 10 dənəsini demək olar hamısı boşdur. Yaxşı, baxacam. Rübaba yaza biləcəksən gələn dəfə. Hə. Yaxşı. 30-a qədər qalmadı, keçdik 40-a qədər. 32 kimin sualı idi? Mən də Sualı. Mən də boş qalmışam. Zeynəb də var. müəllim Bəli. 31-də oradakı yenə mənfi 3-dür. Mənfi 3 üçün mənfi 3 olanda olacaq artıq müsbət 3. Müsbət 9. Mən o mənfi 3-ləri 3 vurulsun kim götürmüşəm? Onu da çıxma kimi götürmüşəm. Ona görə səhv çıxıb. Bax, olacaq burada necə? 31-ə baxın. Müəllim, 32. Deyim müəllim. Bir dənə qabağını sileyim. Baxaq. Deyim. Kim demək istəyir? Müəllim. Hə, de görüm abi. Müəllim 2-ni birinci vurduq x-a, elədi 2x. Aha. Bir də 2-ni vururam 3-ə, eləyir 6. Necə 6? Müsbət 6. Müsbət 6. Aha. İndi ondan sonra mənfi 3-ü vuracam 2x-ə, eləyəcək mənfi 6, Mənfi 6x. mənfi 6x. Bir də mənfi 3-ü vuracam mənfi 3-ə 9. Necə 9? Müsbət. Müsbət 9. Aha. Müsbət 9. Ondan sonra 6-dan 2-ni Yox, çıxacaq. ya, insanlar bitmədi axı. Müsbət Möhtəz- 9 çıxılsın, mənfi. Bir dənə də çıxış var möhtəzdən sonra. İndi baxaq, hə. Deyim. De görüm Əsma buradan sonrasını. Sonra bərabərdir. Dəqiqə. 2x-dən 6x çıxırıq. Hə? Eləyir mənfi 4x. Aha. Sonra 6-nın üstünə 9 gəlib, sonra 3 çıxırıq. Aha. 12. Süperdir. Mənim elə bu misallarda elə səhvim oradakı 3-ü çıxır götürmüşəm. 12. İnşallah bax, bu qaydanı belə yazsan. Çıxma elə mənfidir, mənfi ilə çıxmadır. Sadəcə bu günə qədər mənfi sözünü eşitməmişdiniz. Birinci sinifdən bəri həmişə çıxma eşitmisiniz. Gündə eşidir. İndi onu mənfi kimi eşitirsin. Eyni şeydir. Çıxma mənfi deməkdir, mənfi çıxma deməkdir. Yəni, burada arada heç bir fərq yoxdur. Müəllim. Bəli. 12 çıxılsın 4x olanda onda da düz o variant götürülə bilər. Ha, ola bilər. 12 çıx. Bax bu misalı elə mənfi deyilmə, müsbət çıxma deməkdir. Bu variant 12 çıx 4x-dan eyni şeydir. Çünki yenə burada 12 müsbət deməkdir. Yenə mənfi bu 4x deməkdir. Zeynəbdə görüm nəyi sual verirdi. Orada 4x, mənfi 4x necə aldınız? Bir də deyərdiniz. 2x-dan 6x-ı çıxdıq. Çıxması var. 2-dən 6 çıxanda nə qalır? 4. 4. Mənfi 4. Mənfi 4. Onu gördü mənfi 4x. 32. İndi 32-yə. X mənfidir. Y-lə Z isə müsbətdir. Həmçinin Y-in özü Z-dən kiçikdir. Aşağıdakılardan hansı həmişə səhvdir? X mənfidir. Y müsbətdir. Z də müsbətdir. İndi mənə deyin görüm. X-la Y, biri mənfi, biri müsbət. Mənfi ilə müsbətin cəmi nə verir bizə? Mənfi ilə müsbətin cəmi Mhm. böyük Mənfi ədəddən. müəllim. Mənfi. Yox, hələ mənfi yox. Esma dediyi kimi böyük ədədin Böyük ədəddən kiçik ədəd. Mənfi də ola bilər. müsbət də ola bilər. Bilmirəm hansıdır. Da ki, mənfi 3-lə məsələn
Müsbət 5 olsa, müsbət 2 verəcək. Amma mənfi 5 ilə müsbət 3 olsa, mənfi 2-ni verəcək. Yəni, mənfi də ola bilər, müsbət də ola bilər. Deməli, bu A variantı düz də ola bilər, səhv də ola bilər. Həmişə səhvdir, yox. B variantına x mənfi, z müsbət, y yenə bayaq eyni şeydir. Mənfi ilə müsbətcə mənfi də ola bilər, müsbət də ola bilər. Baxır böyüyün işarəsinə. Ona görə düz də ola bilər, səhv. İndi gələk x ədədi mənfidir, y-dən z müsbətdir. Mənə deyin görüm, mənfinin kvadratı həmişə nə olur? Mənfi. Yaxşı, kvadrat nə deməkdir? Müsbət, müsbət. Doğrudur. Müsbət müəllim, mənfi mənfiyə vuranda axı Əli, birincisi ver, başqa o biri sualıma cavab verə birinci. Kvadratın mənası nədir? Ədədin Bir özünü ədədi iki dəfə vurulur. özünü iki Özü dəfə özünə vurmaq. İndi sual verirəm. Mənfi ədədi vuranda nə olur? Müsbət ədəd. Müsbət. Deməli, mənfinin kvadratı həmişə nə olur? müsbət. Həmişə müsbət. Yaxşı, bu da müsbət. Yox, mən siz deyəndə elə eşitdim. Yəqin tərs eşitmişim. Yox, kvadratda yox. Kvadrat ilk dəfə də kvadrat işlədilir. Yəqin nəsə yanlışlıq olur. Yaxşı, bu da müsbətdir, bunlar da müsbətdir. Deyə bilərik, hansı müsbət daha böyükdür, hansı müsbət daha kiçikdir? Yox, çünki qiymətlərini bilmirəm də. İkisi də müsbətdir. Amma qiymətlərini bilmirəm, hansı müsbət məsələn 5 olacaq, hansı müsbət 10 olacaq. Ona görə nə buna səhvdir deyə bilmərik, nə də düzdür. O da ola bilər, əksi də ola bilər. Çünki qiymətlərini bilmirik. Qaldı yeri D variantı. Z müsbət, Y müsbət, X mənfi. İndi uşaqlar, Z-dən Y çıxanda yekun cavab nə olacaq? Müsbət. Yekun cavab olacaq müsbət. Bəs X-in qiyməti nədir? mənfi. Mənfi. Müsbət mənfidən həmişə böyükdür. Bəli. Deməli, bu bizim düzgün cavabımızdır. Belə. Hı? D variantı. Yox, bizdən səhvi soruşur. A deyim. Səhvi soruşur. Biz düzü tapdıq. D variantı. Bizim Adım. tapdığımız D variantıdır. Hansı deyil, həmişə səhvdir. Mən tapdığımız həmişə düz olan oldu. Onda baxaq görək səhv hansı son təkrar Adım müəllim. C deyirsən. baxaq görək hansı Adım. səhvdir. Səhvdir baxaq. Adım müəllim. A həmişə səhvdir. Niyə həmişə səhvdir? Çünki müəllim x-in üstünə y gələndə Baxın, zaten Y Z-dən nə idi? balaca. Kiçik. Hələ onun üstünə biraz da x-i mənfini gəlmişiksə, qiymətimiz biraz da kiçiləcək, düzdürmü? Bəli. Deməli, bu böyük ola bilməz, kiçik olmalıydı, işarəsi səhv. Yəni, normalda onsuz da Y Z-dən kiçikdir. Hələ onun üstünə mənfi ədəd gələndə biraz da kiçiləcək deyə, Z-dən böyük olması mümkün deyil. A variantı mütləq səhvdir. Bu birinci tapdığımız D variantı silin, o mütləq doğruydu. Həmişə doğruydu. Yaxşı, sonra sualımız 40-a qədər. 33. 33. X, Y, Z sıfırdan fərqli 33. tam ədədlərdir. 33-ə bax. Demək, sıfır yoxdur içində. Ya müsbət ədədlərdir, ya mənfi ədədlərdir. 2x çıx z bərabərdir 2y olarsa, 2x üstə gəl 4y çıx z cəmi aşağıdakilərdən hansı ola bilər? Uşaqlar, gəlin bunu, bu ikinci ifadə var, həmin ifadəni parçalayalım. Necə parçalayalım? Hansı? İkincini. Bu 2x bir dəqiqə. Bu 2x çıx z-i gəlin yanaşı yazalım.
Sonra da 4y yazalım. Olar belə. 6y. İndi sizə sual verirəm ki, 2x çıx z nəyə bərabər idi? 2y. 2, 2y. Üstə gəl, bir də bizdə var nə? 4y. 4. 4, 6y. 6, Yekun cavab nə oldu? 6y. 6, 6y. O cavabda yoxdur ki, bu sualda səhvlik var. Cavabda nə çıxır? Görsün bakalım. Benim cevapta 33 Z çıxır. Z. Yox, ola bilməz. Misal, buradakı kimi də PDF-də səhv düşmüyor. Yo, bizdə də cavablar elədi. Misalın özü oldu, mən yazdığım kimi. Bir dənə kitabdan da baxın. Hə, şey deyir. Aşağıdakilərdən hansı ola bilməz deyir. Mən onun üstünü silmişəm deyə görmürəm. 6y tapdıq mı? Hə. A variantı 12 olması üçün y-in yerinə nə qoyarsınız? 2. 2. 2 tam ədəddir. Bəli. Bəli. Deməli A ola bilməz. A ola bilər. Bizə ola bilməz lazımdır. B Müəllim. variantında -6 almaq üçün y-in yerinə nə qoymalıyıq? -1. -1. -1 6-ya vursa -6 edəcək. -1 tam ədəddir. Bəli. Bəli. Deməli bu da ola bilər. 18-də 6y böləndə 3. Aysa, D variantı 18 də olar. Əgər y-in yerinə 3 qoysaq, 3-də olar. tam ədəddir. Amma -4 olması üçün Bölünmür. y-in yerinə gərək biz qoyaq -0 tam onda neçəsə. 0 tam onda neçəsə tam ədəddir. Xeyr. Xeyr, ona görə C variantı ola bilməz. Çünki y-in yerinə tam ədəd qoymaqla -4 ola bilməz. Yəni elə bir cavab götürməliyik ki, 6-nın bölünəni olsun. Da 6-nı nəyəsə vurub həmin cavabı ala bilək. Başa düşdünüz? Hı. Zeynəb başa düşdün? Ben. Rübabə sən başa düşdün? Ben biraz yox. Biraz yox. Bax, əvvəlini başa düşmədin, yoxsa axırıncı cavab tapmaq istəmirsən? Axırıncı. Hə, bax. A variantında 12 qoyulub. Yazıram ki, 6y bərabərdir 12-yə. Y bərabərdir 12-ni 6-ya böləndə 2-yə. Deməli, bu ola bilər. B variantına -6 qoyulub. Yazıram 6y bərabərdir -6-ya. Y də bərabərdir 6-nı 6-ya böləndə 1 qalır. -1-ə. Bu da ola bilər. D variantına 18 yazılıb. Yazsam 6y bərabərdir 18-ə. Y bərabərdir 3. Bu da ola bilər. Amma C variantına gələndə yazsam 6y bərabərdir -4-ə. Y bərabər olacaq -4 bölünsün 6-ya və 4 də 6-ya bölünmədiyinə görə deməli bu ola bilməz. 34. Başa düşdün indi? Ben başa düşdüm. Əla. 34 dediniz. Kimin sualı idi 34? Əsmada var idi. Başqa? Məndə də Zeynəbdə də var. Əli sən yazmısan? Bəlkə 34 elə indikinə eynidir. Bir dənə özünüz yazmağa çalışasınız. Rübabə sən də yazmağa çalış. Səsim bağlı idi. Mən yazmışam. İndi yazdım. Yaxşı. İndi başa düşdüm. Tapmışam. Deyim yoxsa? Yox, o bilər yazsın sonra. Başa düşmüyorum. Niye bilmiyorum? Bir dakika.
Tapdım desin ama düz olmaya bilər. Hansı variant tapdın? C. Evet, düz tapamısan. Mən dediyim mənim variant. Sən olsa tapıb yoxlamısan da bilirsən. Yo, yoxlamamışam. Yaxşı hansıdır? A müəllim. Səndə də düz deyil. Düz deyil? Esma, nə tapdın? Bir dəqiqə mən tapmamışam. Aa, Esma aydınlandı. nasıl oldu? Ama bilmem. Peki. Rübabə, sənin fikrin hansı litseye getməkdir? Riyaziyyat, informatika, fizika. İnşallah. ABC'nin hansınasa sıfırda qoya bilərik elə onda. Qoya bilərsən. Ha. Düz sayı tapmayacağım. Prosto mənə bir maraqlıdır ki, ABC'nin bu misala nə aidiyyatı var? Ne bileyim. Çok soruştum. Misal X-i Bu sənə niyə orada bəs ABC yazıb? düşüb də. Çok soruştum. Hə, da. X, Y, Z yazmadan ABC yazılır. Hadi X, Y, Z'de mən də nəzərdə tutub soruştum indi. Ne olsun? Sənə demirəm, kitabda deyirəm. Sən heç sən düz deyirsən, sıfır da ola bilər. Ümumiyyətlə, kitabda deyirəm. Şaka bilmir. Mənfi 22 olsun. Sıfır tam ədəd deyildi. Sıfır tam ədəddir. Tamam. Rübabə tapa İzah bildin edin, nəsə? tapa bilməyəcəm. Rübabə tapa bildin. Xeyr. Yaxşı. Gəlin yazaq. Müəllim. Bəli, A, cavablardan A deyil. adı. Mən onda hə ona görə səhv deyilsin ki, ona görə tapmasın. Dedim, hər kəs öz hesablasında. Deməli, 6x çıx 2y. 3x çıx y-dən neçə dəfə böyükdür? 2 dəfə. Yəni 10 z olacaq. 2 dəfə böyükdür. Düz deyilsin mi? Hə. Onda bu olacaq 10z. 10. 10z hissəsi aydındır. Hı. Zeynəb başa düşdün, Esma başa düşdün. Rübabə başa düşdün. Onu mən də götürmüşdüm 2x falan 2'ye İşte vurma. gəl, bir dənə də z bunun özündə var. Olacaq 11 z. 11z. Bu dəfə ola bilər deyir. Hansı 11-in bölüntüsü o da ola bilər. A. 22. A variantı mənfi 22. Z-in yerinə mənfi 2 qoysaq ola bilər. Məndə səhvdir dedi zaten. Mən özüm səhv dedim də. Əlbəttə. Deyək ki, Esma Hı. variantın üzərini tapmasın da. Esma yox ümumiyyətlə. Elə sənin özün də dedim ki, biraz düşünəsən ki, görüm mən harda səhv eləmişəm. Mən 10 sədə Ay, tapdım. dişimi Mən arkadan neyniyəsəm cevaplara başa düşmədim. baxıb. Nətər Zeynəb? 10 sədə tapmışdım elə. Sonra neyniyəsəm başa düşmədim. Bir dənə də Z əlavə var deyə olur 11Z, ondan sonra 11-in bölünər. Esma sən də nəsə deyirdin. Deyirəm o da misalın üstündə fikirləşmir. Proqramları arxaya açıb cavablara baxıb Yox, cavablara vallahi yox. Eləyər. Yox. 37. Sonra necə baxırıq? 37, 38, 39, 40. 36-nı yazdım. Mən özüm. Ya 35 ile 36 yazmışam.
Kimdəsə 35, 36 yoxdur? Yox. 37-yə baxaq. ABC bir-birindən 36 var məndə. tez deməndə bunu. 37-ni oxuyum, qayıdıb baxaram. ABC bir-birindən fərqli rəqəmlərdir. Bu dəfə rəqəm deyir, ha. Yəni 0-dan 9-a qədər. 3 açıq 7B üstəgəl 9C ifadəsini ala biləcəyi ən böyük qiymətlə ən kiçik qiymət arasındakı fərq aşağıdakılardan hansıdır? Deməli, ən böyük alması üçün A ilə C-yə böyük verməliyik, B-yə kiçik verməliyik. Çünki B-yə çıxmaylandır, o birlər toplamayandır. Özə keçən dərsimizdə, məhdud ədədlər dərsində demişdik ki, 9-u hansına verəcəyik, A-ya yoxsa C-yə? Və 9-u C-yə Böyük verəcəyik. olması Çünki için. böyük vuruq hansındadırsa, onu böyüyə vuranda daha böyük cavab ala bilirik. 9-u 9-a vururuq, A-nı da veririk 8. B-yə nə verəcəyik bəs Esma? 0. B-yə 0. İcazə verdiyi üçün 0 verir. Və deməli bizim ən böyük qiymətimiz neçə olur? 9. Hesabla. Ən böyük, hə. Hesablayırıq bir dəqiqə. 24 çıxılsın 0. Mən gözləməm. 8, 24, 81, 105. 105 müəllim. Bura qədər sualımız yoxdur ki, kiminsə. Evet. Baba başa düşürsən? Ən kiçikdir. İndi ən Ən kiçik. Ən kiçik. hə. Üstünü silək. Bu dəfə ən kiçikdir. Ən kiçik olması üçün bu dəfə A Dokkuza ilə B-yə sıfır 0 ilə 1 9-a 0 işləyəcəm. qoyacağıq. Özə 9-un Dokkuza verdiyimizə 0. Bu dəfə böyük olan yerə 0 verəcəm. Buna da verəcəm 1. Bəs B-yə nə verəcəm? 2. 9. Bu mənfi olsun. 9. Hə. Çıxma hissəsində qoy nə qədər mənfi, böyük mənfi olsun. Mənfi. Unutdum. İndi cavabımız nə olacaq ən kiçik qiymətimiz? Çıxılsın 6 mənfi 63. 12. Nə olur? Yo, Mənfi yo, 20 burada yo. mənfi 63 var. Yox, mənim yox. Mənfi 64. Mənfi 66. Mənim Böyükdən gözləyir. böyükdən kiçik çıxıb, İkinci mənfi müsbət olur. Mənfi böyükdən kiçiyə çıxırıq. Böyüyün işarəsini yazırıq. 60. Mənfi 62. 66, 66, 66, müsbət Topladım 66. Mənfi Yenə 60. Mənfi Zeynəb vurma var 62. burada. 3-ü 1-ə vururuq birinci. Vurma. 3. Bu heç, bu 0-dır heç. Bu da 7-ni də 9-a vururuq, mənfi 63 çekilir. Tamam. 1 çıxıram ya 63. Demək ən kiçik qiymət neçə oldu? Mənfi 60. Mənfi 60. İndi ən böyük qiymətlə ən kiçik qiymət arasındakı fərq, yəni 5 105 çıxılsın mənfi 60. 65 o da eləyir. mənfi 6 Eləyəcək. 165. 165. olacaq. 105 mənfi ilə 165. mənfi çevriləcək olacaq. Üstə gəl 60. O da olacaq 165. Bir var. Ne qaydan qarışdırım belə. Mənfinin mənfiyə vuranda toplanır. Vururuq. Buradakıları hə, bu mənfidir, bu mənfi. Mötərizəni vuranda o vurma kimi olur da. Hara getdi? Qaçdı. Kompüter söndü. 36 mən. 38 də var mənim. Zərəyə görə qaydırma Əsmə. Qoy. Yaxşı, Əsmə qaydana görə mən 36-nı izah edeyim, o 36-nı yazmışdım. 36 kimin səhv idi? Ancaq Mənim, Əlinin. Ancaq. Başa düşmədim. X müsbətdir, Y mənfidir. İndi modulda Y nə olacaq? Müsbət. Müsbət. Düzdür. Ya belə eləyək onu. Ondan sonra eləmək. Ya bax belə eləyək. Bunun qabağını mən silim. Misal kimi yazaq. Bu bölməni biz ayırıb yaza bilərik də. Yaza bilərik. X vurulsun modulda Y böl mənfi X. Bir də çıxılsın
modulda x böl mənfi modulda x. Belə yaza bilərik. Bəli. Hayır. İndi buradan x da müsbətdir, elə modulunda x da müsbətdir. Düzdürmü? Bəli. Boş getdi. Modulda y nə olur? Müsbət y. Müsbət y bəs mənfiyə bölsəm, Müsbət y mənfi. Mənfi. mənfi y düzdür. Bəli. Yox, indi bir şey var. Bir söz deyim. Y-in özü necə ədəd idi? Mənfi. Mənfi. Ona görə o mənfini yazmağa ehtiyac yoxdur. Elə y yazanda avtomatik olaraq mən nə yazmış oluram? Mənfi ədəd yazmış oluram da. Müəllim, Hə, Əsma, buyur. 37-də Hə, de qaydacam 36-ya. sonda qaldıq biz. Yəni, Döndüm. bildim. 100 çıx, mənfi 65-i başa düşmüşdür. Hansını bilirsiniz? 105 çıx, mənfi 60-ı. Orada qaldıq da. Aha. Bax, 105 çıx, mənfi 60. Burada vurma var da yazılmamış, düzdürmü? Hı, Mənfini mənfiyə vuranda nə olur? müsbət. Müsbət olur. 105 üstə gəl 60-da. Yəni başa düşdün, Əsma? Hələ qaydaq sənin sualda. Burada niyə mənfi y yox, y yazdığımızı başa düşdün? Hə müəllim, elə y özü Elə y-in özü mənfi demək. mənfi qoysaq, müəllim o müsbət olacaq da mənfi. Ona görə qoymadıq. İndi gələk bu birinə. Modulda x getdi. Yaxşı, mənfini buradakı mənfiyə bölsək, Müsbət. burada müsbət 1. Orada yazılmamış 1 var da. Hədə cavab çıxır. Əfsur y plus 1 olur. Aydındır. Bəli. Cübabi sənə aydın olur. Sən biraz da videolara baxanda daha yaxşı başa düşəcəksən. Çünki qaydaları oradan baxacaqsan ondan sonra. Yaxşı. Sonra 38-ə baxırıq. A, B, C tam ədədlərdir. A üstə gəl, B üstə gəl, C ilə A üstə gəl, B-nin hasılı 24-ə bərabərliyin ödəyən C ədədlərinin cəmini tapın. 24-ü vuruqlara ayıraq. 24 2-yə. Deməli, 1 vur. Hə, elə 1 vur 24. Elə ayır yazıldı. 1, 2, 1, 2, 3, 4, 6, 8, 12, 24. 2, 24 və bir də bunun mənfiləri. Mənfilər, hə. Yazmıram, amma nəzərə alanda mənfiləri nəzərə alır. İndi əgər bu 1 olsa, bu 24 olsa, onda C neçə olar? C 0. Başa düşmədim. 0 müəllim, 0. Bir də Nə Əsma. dedi? 24 almaq üçün 24-ü 1-ə vurmalıyıq, düzdürmü? Hə. Bu mötərizə 24 olsa, bu biri mötərizə 1 olsa, C-yə neçə düşür? 0. A ilə B-nin cəmi neçədir? Anam B'nin cəmi 24. Yazdığını görmürsünüz. Anam B'nin cəmi 1 1. müəllim, 1. A, B, C-nin cəmi nədir bəs? 24. Deməli, C özü neçədir? 23. 23. C olar 23. Bu qiymətlərimizdən biri. Bu aydın oldu. Bəli. Hı. Sonra 2 ilə 12 qoyaq. 2. Bu 2 olsa, bu da 12 olsa. Onda C neçə olacaq? 10. Bu da aydın oldu. Niyə 10 olduğunu. Sonra 3 ilə 8 yazaq.
3-lə 8, Bu 3 olsa, bu 8 olsa 5, bu olacaq 5, 5. Sonra 4-lə 6, 4 ilə 6. Bu 4 olsa, bu 6 olsa nə olacaq? 4 olsa, 6 olsa, mənfi, C-nin qiyməti nə olacaq? Əsman nə yox, olacaq? mənfi. C-nin qiyməti. Okay. Hmm. 2. 2. Sesim Sonra. bağlıymış ya, dedim ben. Hə, eşitmədim. İndi keçək mənfi əllərinə. Yaxşı. Bu 24 olsa, bu 1 olsa C nə olacaq? 20, 25. Alım mənfi olacaq. Mənfi Elə? neçə? 25, mənfi 25. Mənfi 25. Baxın uşaqlar. A üstəgəl B üstəgəl C 24-ə bərabər. 20, A yox. üstəgələk 1-də üstən 24-ə yox, 1-ə bərabərdir. A üstəgələk B-də 24-ə bərabərdir. 24 isə nə gələndə 1 edir? 24'ün üstüne 20. 23. Üstüne ne Mənfi gelsin? 25. Mənfi 25. Yaxşı, belə yazaq. 24 üstəgələk C bərabərdir 1-ə. Burada C nəyə bərabərdir? Mənfi. 1 çıxılsın 24. 1 çıxılsın 24 neçə eləyir? Mənfi 23. Mənfi Mənfi 23 eləyir, 25 eləmir. İndi 2 ilə 22. 12 qoysaq, C neçə olacaq? 10. Mənfi 10. C olacaq mənfi 10. 3 ilə 8 qoysaq, C nə olacaq? Mənfi 5. Mənfi 5. Mənfi 5. Bəs 4 ilə 6 qoysaq, Mənfi 2. Mənfi 2. 4 ilə 6 qoysaq, tərs qoyduq. Mənfi 2. Aydındır bura qədər. İndi keçək mənfi qiymətlərinə, bu vuruqların mənfi qiymətinə. Mənfi 24 ilə mənfi 1 qoysaq, C nə olacaq? 24'e mənfi 1 koysak C 0. 0 olsa bu, onda bu ikisi də eyni qiymət alardı. Eyni qiymət deyil axı. 24. 24. 1. Hə, vuran Buranı mənfi mən belə 24 eləyir də. mənfi 1 23 mənli. 20 mənfi 24 çıxılsın mənfi 1. Mən Olacaq mənfi 25. Mənfi 25. 25. Müsbət 25. Mənfisiz 25. A üstəgələk B üstəgəl C bərabərdir mənfi 24-də. A üstəgələk B mənfi 1-dir. Yəni mənfi 1 üstəgələk C bərabərdir mənfi 24-də. C ilə bərabərdir mənfi 24 çıx mənfi 1-ə. Yəni mənfi 24 üstə gəlinsin 1-ə. O da eləyir mənfi 25. mənfi 23. Böyüdən kiçik yazılıb, böyüyün işarəsi yazılır. Böyüdən kiçik çıxılır, böyüyün işarəsi yazılır. 23 qiymətini onsuz da yazmışıq biz. bəli. Deməli, daha təkrar yazmaya ehtiyac yoxdur. Buyur, nə deyirdiniz? Kim idi mənə sual vermək istəyən? Yaxşı, sonra mənfi 24 ilə 1 verdik, 23 aldıq, zaten var idi. Mənfi 12 ilə 2 versək, mənfi 2 versək, C neçə olacaq? Mənfi 10. Mənfi 10 olmaz.
Indi biz burada Aa, mənfi 12-dən mənfi 2-ni çıxmalı deyilik. Bu iki mötərizənin ortasında nə işarəsidir? Vurma. Müəllim Mənfi 12-ni Bölürük. mənfi 2-yə vururuq ki, 24 eləsin. Hə, bildim. Ondan sonra tənliyimizi yazırıq belə. A üstə gələk B, üstə gəl C bərabərdir mənfi 12-yə. Hə. A ilə B-nin də cəmi İndi A ilə B-nin də bərabərdir mənfi 2-dir. 2-yə. Onda C bərabərdir mənfi 12. Çıxırıq mənfi 2-yə. mənfi 14. Mənfi Neçə? 14 yoxsa mənfi 10? Mənfi Mənfi 14. 2 mənfi nəyə çevrilir buradakı mənfilər? böyük ikinci Müsbət. mənfi toplamaya çevrilir. Mənfi varsa deməli toplamaya çevrilməlidir də. Hə, Olacaq. mənfi 10. Mənfi 12 üstə gəl 2, yəni mənfi 10. Zaten var variantlarımızın içində. Bəli. Zaten nəyi yoxlasaq olacaq daha variantlarımızın içində bundan sonra. Müsbətlərlə aldığımız cavablar var idi. 23, 15, 2, Kəbən oldu onda. mənfi 23, mənfi 10, mənfi 5. Eynisini təzədən alınacaq. Neçə Yaxşı, indi bu C ədədlərinin cəmi necə olacaq? Cəmin soruşur, sayın soruşmur. Hə. 4 dənə müsbətdir, 4 dənə mənfidir. Baba neçə olacaq bu ədədlərin cəmi? 23, 15, 2, mənfi 23, mənfi 10, mənfi 5 və mənfi 2-nin cəmi. Deyim mən. Mən Evet. deyim. Deyim müəllim. B. B. Nə? B. B müəllim B. Sıfırdır da hesablamaya ehtiyac yoxdur ki. Çünki mən 23 ilə mənfi 23 Hə. gedir, 10 ilə mənfi 10 gedir, 5 ilə Gedir, mənfi 5 beş ilə gedir, mənfi 2 ilə də beş, mənfi iki 2 ilə gedir. 7 işlə Hı. qalmış ki. Onsa hamısı bir-birini aparır. Aydındır? Dəqiq. Bəli. Esma. Aydındır. Hı -hı. Gedəydik. Yazın, qeyd eləyin, sonra mən kesim 39-a. Yazdınız mı? Ha, yaz. Keçək 39-a. X bərabərdir, mənfi 4 olduqda aşağıdakılardan hansının mənası yoxdur? Uşaqlar, nə vaxt kəsrin mənası olmur? 0-da 0 olanda. Kəsrin məxrəci fərq yoxdur. Sürəti nə olur olsun? Məxrəci aşağı hissəsi 0 olanda mənası yoxdur. Çünki 0-a bölmək deyə bir şey yoxdur. İndi A variantında X-in yerinə mənfi 4 qoysaq, məxrəc necə olacaq? Üçün yerinə mənfi 4 qoysaq, mənfi 8. Mənfi 8. Demək mənası var. B 2-dir. Onsuz da mənası var. B variantı. X-in yerinə mənfi 4 qoysaq. 2-ni mənfi 4-ə vuranda neçə eləyir? Mənfi 8. Üstə gəl 6-da. 6. Mənfi 8-in də üstə alıb gəl neçə eləyir? 2. 2. Mənfi
10, 2 yoxsa -2? Ne müəllim? Mənfi 2 mənfi edir. 2, Bəli. mənfi 2. Hı. Bunun da mənası var. Gəldi D variantına. X-in yerinə -4 qoysaq, -4-ün üstə 4 gəndə nə eləyir? 0. Sıfıra bölmənin mənası yoxdur. 40. Bir də son. Bir də son 40. Nöqtə. A, B mənfi ədədlərdir. Çünki sıfırdan kiçikdir. C isə müsbət ədəddir. Aşağıdakılardan hansı həmişə mənfi ədəddir? Müəllim, bir dəqiqə gözləyərsiniz də keçsin. Gözləyir. Hı. 40-cı sualda. B də mənfi ədəddir, A da mənfi ədəddir. Demək, oradan bir şey tapmayacağıq biz. Amma B A-dan böyükdürsə, bu şərtə görə, böyük ədəddən kiçik ədədə çıxanda müsbət qalır, yoxsa mənfi qalır? Böyük ədəddən kiçik ədəd çıxanda Müsbət. Həmişə Müsbət. müsbət. hə müsbət. Yaxşı, məxrəcinə gələndə C özü necə ədəd idi? Müsbət Müsbət. çıxır. Müsbəti müsbətə də böləndə nə eləyir? Müsbət. 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 Yəni, bu variant deyilmiş. Sonra keçdik B variantına. C müsbət ədədi idi. Yanında bir də mənfisi var. Mənfini müsbətə böləndə nə eləyir? Mənfi. Mənfi. Yenə də B çıxa, bayaq A variantı dediyimiz kimi, böyük ədəddən kiçik çıxanda nə verir? Müsbət. Müsbət. Mənfini müsbətə böləndə Mənfi. mənfi. Cavabımız buymuş. Düşmədim mən. Arasını başa düşmədin Əsmə. Ümumiyyətlə başa düşmürəm. Məsələn, C, bax B variantında C özü necə ədəddir? B variantında C özü mənfi ədəddir. Şərtimizə C mənfi Onda. ədəddir. M- Şərtə bir bax. B müsbətdir. C özü müsbət ədəddir. Bəs qabağında da mənfi var deyə yekunda nə olur? Mənfi böl müsbət. Yox, belə burasını deyirəm. Hələ ancaq buradan danışıram. Müs Mən deyim. Əsmə, C necə ədəddir? Şərtə bax. Bu şərtə bax. C müsbət ədəddir bir dəqiqə. C özü müsbətdir. Onu qeyd elədim üstünə. Hı -hı. Amma yanında da mənfi işarəsi var. Mənfi müsbət nə olacaq? Mənfi müsbət Hı -hı. mənfi olacaq. Mənfi olacaq. Çünki Hə, onları sən qaydaları Hə. yaxşı öyrənməmisən. Sənin problemin buradadır. Hamısında fikirləşib tapırsan. Halbuki sən əzbərdən anında deməlisən. Hə, mənfini müsbətə vurarsan da nə eləyəcək? mənfi müsbətə vuranda mənfi edir. Mənfi eləyir. Kəsin surəti nə oldu? Başa düşdün burasını? Başa Gəldi kəsin məxrəcinə. B çıx A. İkisi də mənfi ədəddir. Mənfi ədəddən mənfi ədəd çıxanda mənfi də ola bilər, müsbət də ola Müsbət. bilər. Oradan bir şey deyə bilmərik. Amma B-nin A-dan böyük olduğunu bilirik şərtə görə. Bəli. Böyükdən kiçik çıxanda həmişə nə verir? Böyükdən kiçik çıxanda müsbət. Müsbət. Bunu lap əvvəldən bilirik də. Biz 2-ci sinifdən bəri bilirik ki, böyük ədəddən kiçik çıxanda müsbət verir. İndi kəsirimizə gəlirik. Bölmə əməli deməkdir kəsir. Bir tərəfi müsbətdir, bir tərəfi mənfidir. Mənfini müsbətə böləndə nə eləyir? Mənfini müsbətə böləndə Deməli. müsbət. Müsbət deyir, mənfini müsbətə böləndə Əsmə. Belə mənfi. Müsbətə cavabımız burada. İndi kim mənə
dəftərdə yazdığını əzbərdən deyər. Əzbər. Ardıcılmı? Ardıcıllığı pozulsa da olar, amma hamısını desin. Deyim. Siz soruşurdunuz, biz cavab vermirdik. Bu dəfə elə demirəm. Deyirəm əzbərdən deyim. Əzbərdən Nə fərqi var ki? yoxdur. Buyur Əli. Necə yəni? Sual versəz olmaz. Yox. Yaxşı. Müsbət ədədlə mənfi ədəd toplayanda müsbət ədədlə toplayırıq və böyüyün işarəsi qoyulur. Yox. Çıxırıq və böyüyün işarəsi qoyulur. Hı. Onda çıxırıq və böyüyün işarəsi qoyulur. Ondan sonra mənfini mənfiyə vuranda müsbət, mənfini müsbətə vuranda isə mənfi edir. Mənfini mənfiyə böləndə müsbət, mənfini müsbətə böləndə isə elə mənfi eləyir. Ondan sonra mənfi ilə mənfini toplayanda ikinci ədəd üstəgəlmə olur. Məsələn, üstəgəlmə Mənfidən mənfi çıxanda olur. mənfidən mənfi çıxanda hayırlı. Toplayanda normal toplayırıq. Ədədləri toplayırıq. Ədədlər toplayırıq, qarşısına da mənfi işarəsi qoyuruq da. Mənfi işarəsi qoyuruq. Qaldı başqa? Başqa yoxdur. Başqa oradan yoxdur. Başqa oradan şey var. Tam ədədlərin sayı. Aralıqdakı tam ədədlərin sayı. Tam ədədlərin sayı o Bəlkə onu Zeynəb desin. Mən kvadrat mötərizənin sayı deyirsiniz. Orası mötərizə Zeynəb desin. Görək tam ədədlərin, aralıqdakı tam ədədlərin sayı necə tapırıq? Ben bir dediğimde sual. Aralıqdakı tam ədədlərin sayı. Mən düz dediyim hamısı. Dediklərini hə. Necə yəni? Məsələn 5-dən 17-yə qədər neçə tam ədəd var arada? Müəllim deyə bilər. Orada həmin qaydalar Onlar da yazılmışdı. 3 dənə sayarım. qayda yazılmışdı. Onlar da sayarım mı? İkisini de sayarım. 3 dənə qayda yazılmışdı. Üçün də demək lazımdır. Deyim. Deyə görüm Esma. Əgər mötərizə şəklində verilibsə, B çıxılsın A çıxılsın 1. Əgər transkripsiya şəklində verilibsə, B çıxılsın A üstə gəlinsin 1. Əgər biri transkripsiya, biri mötərizə şəklində verilibsə, B çıxılsın A. Yadına düşdü Zeynəb? Ben bilirdim. Elə suala cevap vermeli değilim ki. Mən suala səni başa salmaq üçün dedim ki, görüm tam aralıq deyilsən başa düşmüsən. Dedim məsələn 5-lə 17-nin arasında necə hesablayırsan? Yaxşı, belə eləyək. Gələn dəfə əzbərdə bütün qaydaları soruşacağam üçünüzdən. Artıq üçünüzdən yox, dördünüzdən də. Sənə də qaydaların dərsini atacağam video rekordu. Baba, o video rekorda baxa-baxa həmin qaydaları sən də qeyd eləyərsən dəftərinə. Bir də kitabı alarsan. Kitabda da onsuz da qaydalardan yazılan hissəsi var və oturub əzbərləyərsən. Yaxşı? Baba. Eşitdin tapşırığımı baba? Mikrofonun bağlıdır. Bəli. Sizdən də gələn dəfə dərs başlayanda birinci suala cavab eləyəcəm. Sonra testlərimizə başlayacağız. Testlərimiz 41-dən 95-ə qədər bunun davamını. ...41-dən 95-ə qədər. Neçə? 55 dənə test. Bir də qaydalar təşkil. Bir də qaydalar var. Sualınız var başqa? Demə. Esma, Zeynəb, sualınız yoxdur? Yoxdur. Nə olub ay Esma? Heç nə. Nə, dilxor oldun, nə baş verdi? Yox, heç nə. Acmırsan deyirsən yenə. Yox. Sənlə Tuncay yeməkdən doymursunuz.
Azmamışam yox. Yaxşı. Rübabə, sənə də aydındır ev tapşırığı. Bəli. Sən mənə bir dənə şəxsidə yaz WhatsApp-da. Mən sənə keçən dərsləri koordinatım, ona da baxarsan. Tamam, siz bəlkə də bizim riyaziyyat müəllimimizi tanıyırsınız. Adı nədir? Acim Babaverdiyev. Aygün kim? Acim. Riyazi şünar. Kitabları var onun. Mən tanımıram, yox. Müəllimə, məntiqi də siz keçəcəksiniz. Bəli, bəli. Sabah olacaq məntiqimiz. Oldu, yaxşı. Sağ olun. Sağ olun. Sağ olun.